Hər vaxtınız xeyir olsun. Bugün hazırladığım belə bir gözəl sadə tortu sizlərlə də bölüşmək istəyirəm. İnşallah bu videomdan da yararlanarsınız və fikirlərinizi bölüşərək kanalıma destek olarsınız. İndi isə keçək tortun hazırlanmasına. Xanımlar, tortu axşamdan yığmışam. Tort özünü tutub. Tortun hündürlüyü 14 cm-dir. Hətta gördüyünüz kimi üzərinə qanaşlamışam. Tortun tərkibi plan bir kremidir. 22 diametrli formada hazırlamışam. Krem cheese, kəsmikli krem və içərisinə malinovi konfet əlavə etmişəm. Bu qayda ilə tortu kənarlarını kremləyirəm. Əgər sizə belə rahat deyilsə, şirniyyat torbasına da doldurub kremləyə bilərsiniz. İndi isə keçirik tortun dekoruna xanımlar. Burada mən 80 qram yumurta ağı götürmüşəm. Üzərinə 130 qram şəkər tozu əlavə etdim. Belə su hamamında qarışdırıram. Şəkər tozu əriyənə qədər. Ara bir yoxlayıram. Şəkər tozunun əriməsini gözləyirəm. Əgər yumurta ağınız 50, 100 və 80 qramdırsa, şəkər tozunu 2 dəfə artırmaq lazımdır. Sonra isə hazırlanan yumurta ağı ilə şəkər tozunu mikserə əlavə edirəm. Bu qayda ilə möhkəm çalıram. Qaldırıram. Gördüyünüz kimi hazır deyil və yenidən başlayıram mikserdə qarışdırmağa. Sonra isə yenidən yoxlayıram. Tam hazırdır. Üzərinə 30 qram şəkər pudrası əlavə edirəm. Və yenidən hardasa 3-4 dəqiqə mikserdə qarışdırıram. Kremimiz, bezilərimiz hazır olur. Yəni üzərinə bir damcı rozbu rəngi əlavə etdim. Sonra isə şirniyyat torbasına doldurub belə yumru dalğavari bezelərə hazırlayıram. Nasatka məndə ulduz formasındadır xanımlar. AliExpress'dən almışam. Nömrəsi yoxdur. Odur ki, ulduz formasındadır. Bax, bu qayda ilə bezeləri hazırladım və şiş çubuqlar taxdım. 15 və 20 cm şiş çubuqlardan istifadə etdim. Sonra isə 50 dərəcə duxovkanın ağzı açıq olmaq şərti ilə hardasa saat yarıma qədər bezeləri qurutdum. Keçirik dekorlanmasına xanımlar. Bax, bu qayda ilə əvvəlcə hündür, sonra isə yavaş-yavaş alçaq bezeləri taxırıq. Əvvəlcə hündür başlayırıq, sonra yavaş-yavaş bezeləri alçaldırıq. Belə bir aypara formasında bezeləri tortun üzərinə yığırıq. Belə bir pryanikində hazırlama qaydası digər videolarımda paylaşmışam xanımlar. Əgər istəsəniz onu da paylaşarım. Tam yığdıqdan sonra xanımlar, sonra isə üzərinə karamellərdən istifadə edirəm. Karamel də hazırlama qaydası kanalımda var. İzomaltdan istifadə etdim. Karamelləri hazırladım. Belə bir rəngarəng muncuqlardan istifadə etdim. Biraz da gözəllik qatsın deyə. Yavaş-yavaş xanımlar, bu videonun axır hissəsinə gəlib çıxırıq. İnşallah kanalıma destek olun. Videonun alt bölümündən Instagram səhifəmi və TikTok səhifəmi paylaşacağım. Və hətta kremin hazırlanma qaydası, biskvitin hazırlanma qaydasını da qeyd edəcəm. Allah'a əmanət olun. Yeni videolarda görüşənə qədər hələlik.